Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Sizinlə PES Akademinin kurikulum təlimçisi Pəri Firud qızıdır. Bu həftədən etibarən müəllimlər sizlərə ödənişsiz dərslərimiz, sınaqlarımız təqdim olunacaqdır. Ardıcıl olaraq dərslərimizdən xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı, eyni zamanda da bu gözəl fürsəti yararlanmaq istəyirsinizsə, həmkarlarınızla bölüşməyi unutmayın. Bugünkü mövzumuz müəllimlər metakognitiv bacarıqların formalaşması olacaq. İlk olaraq mövzu izahını verəcəm. Sonda isə bir neçə sınaq formasında sualları görmüş olacağıq. Gəlin ilk olaraq MİQ və yaxud sertifikasiya imtahanında qarşımıza çıxa biləcək metakognitiv bacarıqların formalaşması nə deməkdir? Hansı komponentləri var? Bu haqqda mövzumuzu geniş şəkildə danışaq. Metakognitiv sözünü müəllimlər ilk olaraq biz bilik mövzusunda öyrənmişdik. Yəni metakognitiv insanın öz idraki haqqında məlumatlı olmasıdır. Hansı ki, metakognitiv bacarığı biz şagirdlərimizdə formalaşdırmalıyıq və bu da özünü monitorinq, özünü tənzimləmə, özünü qiymətləndirmə mərhələlərindən keçir, belə deyək. Və eyni zamanda hər biri sadaladığım özünü monitorinqdə, özünü tənzimləmədə, özünü qiymətləndirmədə metakognitiv bacarıqlarla əlaqəlidir. Ancaq hər biri bir-birindən fərqli anlayışlardır. Yəni necə? Yəni fərqli anlayışlar? Sual verə bilərsiniz. Gəlin daha geniş şəkildə izah verim sizlərə. Sizlər də başa düşün ki, necə yəni bunlar həm metakognitiv bacarıqlarla əlaqəlidir, həm də bir-birindən fərqlidir. İlk olaraq özünü monitorinq dedim müəllimlər. Elə özünü monitorinq sözünün mənası müşahidə deməkdir. Özümüzü müşahidə etməyimiz burada nəzərdə tutulur. Özünü monitorinq dedikdə, yəni bu zaman şagird öz hərəkətini mi deyək, davranışını deyək, idrak proseslərini müşahidə etmək, izləməkdən ibarətdir. Baxın, sadəcə uşaq burada öz gördüyü işi müşahidə edir, izləyir ki, mən bunu necə elədim. Yəni burada şagird hər hansı bir fəaliyyəti dəyərləndirmir və yaxud tənqidi düşünmür, özünü belə deyəm də qiymətləndirmə aparmır. Burada sadəcə olaraq uşaq özünü müşahidə edir və özünü monitorinqin 3 komponenti vardır. Müşahidə komponenti var, agah olmaq komponenti var və rəy komponenti vardır. Müşahidə dedikdə elə baxın girişdə də dedim ki, özünü monitorinq dedikdə şagirdin özünü müşahidəsi nəzərdə tutulur və komponentlərindən biri də müşahidə komponentidir. Müşahidə dedikdə, yəni şagird nə etdiyinə, necə etdiyinə, nələri fəal şəkildə yerinə yetirdiyinə diqqət yetirir. İstər bu gündəlik həyatda, istərsə də şagirdin iş həyatında, belə deyək, şəxsi həyatımızda, peşəkar fəaliyyətdə də şagird gördüyü işin, davranışın necə olduğuna, nələrin baş verdiyinə diqqət yetirir, özünü müşahidə edir. Yəni özü haqqında bir sözlə müşahidə toplayır. Agah olmaqda isə, yəni artıq burada şagird öyrənmə prosesində nə baş verdiyini bilir, prosesdən agah olur. Yəni bir sözlə də nəyə bilib-bilmədiyinin fərqinə varır, gedişatla bağlı məlumatları olmağa imkan verir. Agah olmaqda şagird fəaliyyət zamanı nəyi bilib, nəyi bilmədiyinin fərqinə varır, gedişatla bağlı məlumatlı olmağa imkan verir, yəni bu komponent. Daha sonra rəy komponenti gəlir müəllimlər. Rəy komponenti isə şagird burada gördüyü iş haqqında məlumat toplayır, gördüyü iş haqqında, gördüyü işin keyfiyyəti haqqında ətrafdakılardan yazılı və yaxud şifahi formada rəy ala bilər. Eyni zamanda da rəy alarkən uşaq diqqət yetirmədiyi məqamlarla bağlı rəy ala bilər. Yəni dərs prosesində uşağın gözündən qaçan hər hansı bir məqam ola bilər ki, uşaq bununla bağlı rəy ala bilər yoldaşından, müəllimdən, özündən daha təcrübəli birindən rəy ala bilər. Testlərdə bəzən çaşdırmaq üçün müəllimləri verirlər ki, şagird yalnız müəllimindən rəy ala bilər, amma bu yanlış bir ifadədir. Yəni uşaq özündən daha təcrübəli birindən rəy ala bilər. Yəni müəllimlər bir sözlə özünü monitorinq dedikdə özünü müşahidə, şagirdin özünü müşahidə etməsi nəzərdə tutulur və 3 komponenti vardır. Müşahidə, agah olmaq rəy komponentində. Müşahidədə, yəni şagird burada məlumat toplayır, özü haqqında, öz gördüyü iş haqqında məlumat toplayır. Agah olmaq komponentində nəyi bilib-bilmədiyinin fərqinə varır. Rəy komponentində isə gözündən qaçan məqamlarla bağlı və yaxud gördüyü işin keyfiyyəti haqqında yazılı və şifahi şəkildə rəy ala bilər.
özündən daha təcrübəli birindən. Daha sonra müəllimlər özünü monitoring dedi, özünü tənzimləmə dedik müəllimlər. Özünü tənzimləmədə isə, yəni burada uşaq öz məqsədinə çatması üçün idrakını, emosional vəziyyətini, davranışını nəzarətdə saxlaması, idarə etməsi nəzərdə tutulur və burada əsas komponentlərimiz hansılardır? Məqsədin müəyyən edilməsi, planlamanın edilməsi, emosional tənzimləmə və uyğunlaşma. Özünü monitoringdən fərqli olaraq özünü tənzimləmədə 4 komponent vardır. Yəni məqsədin müəyyən edilməsi dedikdə, baxın, məqsədin müəyyən edilməsi. Bugünkü gün mən MİQ imtahanına hazırlaşan bir müdafiməmsə, artıq mən özüm üçün məqsəd müəyyənləşdirmişəm ki, mən müəllim olmaq istəyirəm və bunun üçün hazırlaşmalıyam. Yəni qarşımda bir məqsəd qoymuşam da. Məqsədin müəyyənləşdirməsi də, yəni elə istiqamətləndirməliyik ki, şagirdin öz fəaliyyətinin tənzimləməsinə təsir edir. Məsələn, düşünün bir abituriyenti, tutalım həkim olmaq istəyirsə, öz planını o həkimlik yolunda qurur. Müəllim olmaq istəyirsə bugünkü gün öz işimizi, öz peşəmiz uğrunda belə deyək də qurmuş oluruq, öz işimizi elə planlayırıq. Yəni məqsəd var bizim qarşımızda. Məqsəd var ki, mən hazırlaşacağam. Məsələn, FES Akademiyada qoşulacağam və Azərbaycan dilindən, məsələn, ibtidai ixtisas, Azərbaycan dilindən, riyaziyyatdan, kurikulumdan hazırlaşıb gedib imtahanımı verəcəm. Yəni mən artıq qarşıma məqsəd qoyub hazırlaşıram. Və bunun üçün planlama da çox önəmlidir müəllimlər. Yəni planlama varsa, fəaliyyətin necə olmasından asılı olmayaraq həmişə planımız varsa, bu bizim üçün faydalı olacaqdır. Yəni müəllimlər, əgər məqsədimizə çatmaq istəyiriksə, planlama edirik. Baxın, həftə ərzində məsələn 2 dəfə Azərbaycan dilindən, 2 dəfə riyaziyyatdan, 2 dəfə kurikulumdan dərsimiz olur və biz bunu daha öncədən vaxtdan sizlərə təqdim edirik ki, hansı saatda, hansı günlərdə dərsimiz olacaqdır. Artıq bunlar planlı şəkildə gedir. Siz öz işlərinizi planlayırsınız ki, məsələn, Pəri müəllimin 3-cü, 6-cı gün saat 19:00-da mənim qrupuma dərsim var. Artıq biz bunu planlamışıq. Siz də işinizi elə qurursunuz ki, dərs zamanı işinizə uyğun olan bir şəkildə də məqsəd var. Mən müəllim olmaq istəyirəm, planlamamı edirəm ki, 3-cü, 6-cı gün kurikulumdan dərsə qoşulacağam. Və emosional tənzimləmə nədir müəllimlər? Emosional tənzimləmədə gördüyümüz iş həmişə rahat, axıcı şəkildə getməyəcəkdir. Bəzən bizim qarşımıza problemlər çıxa bilər və yorula bilərik. Təbii ki, biz burada yoruluq, bilməyimiz normaldır. Bir insan olaraq yorulmamız normaldır təbii ki. Amma biz həvəsdən, motivasiyadan düşmürük. Əksinə biz burada əzmli olmağa, bəzən isə emosiyalarımızı idarə etməyə çox vacibdir. Yəni emosional tənzimləmə bizə nə deyir? Hansı ki, əzmli ol, emosiyalarını idarə elə, sənin gördüyün iş həmişə sənin xeyrinə, belə deyək də, həmişə rahat, axıcı şəkildə getməyəcəkdir. Bəzən sənin qarşına problem çıxacaq, bəzən sənin üçün çətin olacaq, yorulacaqsan bu yolda. Amma həvəsdən düşmə, motivasiyadan düşmə, əzmli ol, emosiyalarını idarə etməyi bacar. Çünki sonda bizi müəllimlik peşəsi, müəllimlik adı gözləyir. Yəni onun üçün də emosional tənzimləmə, əzmli olmağa, emosiyaları idarə etməyə bizdən tələb edir. Uyğunlaşma isə müəllimlər alınan rəy və dəyişən şərtlər əsasında istifadə edilən strategiyaları uyğunlaşdırır. Baxın, emosional tənzimləmədə bildirdim ki, müəllimlər, bizim qarşımıza problem çıxa bilər və yaxud bizim gördüyümüz iş həmişə rahat şəkildə getməyəcək. Çətinlik olması normaldır. Bu hər işdə olur. Və uyğunlaşmada isə artıq biz planımızı dəyişirik, şərtimizi dəyişirik. Yeni bir strategiya uyğunlaşdırırıq da, belə deyək, özümüz üçün və bu da yenə də bizim xeyrimizə, bizim üçün faydalı olmalıdır. Bu da oldu bizim üçün özünü tənzimləmənin uyğunlaşma komponenti. Daha sonra müəllimlər özünü qiymətləndirmədən danışaq. Müəllimlər, özünü qiymətləndirmədə şagird öz fəaliyyətini, öz öyrənməsi haqqında mühakimə yürütməsi və yaxud qiymətləndirməsidir. Yəni özünü qiymətləndirmənin digər komponentlərdən fərqli olaraq 2 komponenti vardır. Bir qiymətləndirmədir, bir də refleksiyadır. Yəni qiymətləndirmə deyəndə şagird burada gördüyü işin keyfiyyəti haqqında mühakimə yürüdür. Fəaliyyətinin keyfiyyəti haqqında etibarlı meyarlar əsasında fikir yürüdərək mühakimə bacarığını inkişaf etdirir. Yəni bir sözlə şagird sonunda gördüyü öz işini qiymətləndirmiş olur.
Refleksiyada isə, yəni şagird davamlı olaraq öz fəaliyyətini müxtəlif aspektlərdən refleksiya eləyir. Rasional şəkildə təhlil eləyir. Öz üstünlüyünü, öz çatışmazlığını müəyyənləşdirmiş olur. Burada gəlin müəllimlər qısaca olaraq bir ümumiləşdirmə edək. Metakognitiv bacarıqların formalaşmasında hansı mərhələlər var idi? Özünü monitorinq, özünü tənzimləmə, özünü qiymətləndirmə və özünü monitorinq 3 komponentə ayrıldı. Müşahidə, agah olmaq, R komponenti, özünü tənzimləmədə isə məqsədin müəyyən edilməsi, planlama, emosional tənzimləmə, uyğunlaşma. Özünü qiymətləndirmə isə burada 2 komponentimiz var idi. Qiymətləndirmə və refleksiyada. Özünü monitorinqdə müşahidəmizi aparırıq. Özünü tənzimləmədə idraki, emosional vəziyyəti nəzarətdə saxlayıb idarə edilməsini, qiymətləndirmədə isə mühakimə yürütmək, qiymətləndirmək bacarığı nəzərdə tutulur. Gəlin müəllimlər, bununla bağlı bir sınağa da baxaq və sınağın cavablarını, izahlarını belə deyim də verək. Ekrana gətirim. Ekrana gətirdim müəllimlər, baxaq. Birinci sualımızda uyğunluğu müəyyən edin deyir. Özünü monitorinq, özünü tənzimləmə, özünü qiymətləndirmə. Siz videonu saxlayıb müəllimlər cavabı qeyd edə bilərsiniz. Sonra isə uyğunluq olub olmadığını baxın. Sonra isə fikirlərinizi rəy bölməsində yazarsınız. Əgər bu sizin üçün faydalıdırsa bu tip videolar növbəti həftələrdə də davam edərik və eyni zamanda da dərslərimiz haqqında məlumat almaq istəyirsinizsə 055 527 2599 nömrəsinə yaza bilərsiniz. Ödənişli, ödənişsiz dərslərimizdən faydalana bilərsiniz. Gəlin sualımıza baxaq. Özünü monitorinq, özünü tənzimləmə, özünü qiymətləndirmə. Şagird gündəlik görüləcək işlərini plan əsasında həyata getirir. Plan qurur şagird. Şagird gördüyü işlə bağlı müəllimindən rəy alır. Rəy var burada. Şagird hədəfə çatıb çatmadığını müəyyənləşdirir. Yəni baxaq müəllimlər. Plan əsasında dediyinə görə müəllimlər özünü tənzimləməyə aiddir. 2-nin qarşısından qeyd edək. Rəy alır, yəni burada rəy komponentini biz açıq şəkildə görürük. Özünü monitorinqdə idi rəy komponenti. Hədəfə çatıb çatmadığını müəyyənləşdirir. Yəni artıq burada şagird özünü qiymətləndirmiş olur. Baxaq variantlara. 1B, 2A, 3-də isə C variantıdır. 1B, 2A, 3-də C cavab olacaq. Birinci sualımızda A variantı. Keçid edək növbəti ikinci sualımıza müəllimlər. İkinci sualımızda bizdən nəyi tələb edir? Yenə də burada uyğunluqdur. Uyğunluğu müəyyənləşdirməyimizi istəyir. Gəlin uyğunlaşdıraq. Şagird mövzunu oxuyarkən hansı hissələri başa düşmədiyini müəyyən edir və həmin hissələrə yerinə qayıdır. Şagird tapşırığı yerinə yetirdikdən sonra cavabları yoxlayır və tələblərə uyğun olub olmadığını qiymətləndirir. 3. Şagird imtahana hazırlaşarkən vaxtını düzgün bölüşdürür, çətin mövzuları daha çox vaxt ayırır. Birdə müəllimlər şagird mövzunu oxuyur, hansı hissələri başa düşmədiyini müəyyən edir. Yəni artıq burada şagird agah olur, bilir ki, hansı məqamda çətinliyi var. Həmin hissəyə yenidən qayıdır. Burada özünü monitorinqdən söhbət gedir. Birdə A-nı qeyd eləyək. Şagird tapşırığı yerinə yetirərkən sonra cavabları yoxlayır, tələblərə uyğun olub olmadığını qiymətləndirir. Uyğun olub olmadığını qiymətləndirirsə, özünü qiymətləndirmə etmiş olur burada şagird. 2-də C-dir. Şagird imtahanı hazırlaşarkən vaxtı düzgün şəkildə bölüşdürür. Çətin mövzulara daha çox vaxt ayırır. Yəni şagird bilir ki, nədə çətinliyi var. Yəni bunun emosional tənzimləmədə nədə mənim çətinliyim var? Ona mən daha çox vaxt ayırıram. Özünü tənzimləmə etmiş olur. 3-də isə B variantı. Baxaq variantlara. 1A, 2C, 1A, 2C, 3-də isə B. D variantında müəllimlər biz bunu görürük. 1A, 2C, 3-də isə B variantıdır. Sualın cavabı olacaq burada D variantı. Sizlər də videonu saxlayaraq baxa bilərsiniz. Növbəti sualımıza baxaq müəllimlər. Metakognitiv bacarıqla bağlı hansı fikir yanlışdır? Bu bacarığın formalaşmasında başqalarının verildiyi konstruktiv rəyin faydası vardır. Bəli, şagird hansı ki diqqət yetirmədiyi məqamlarla bağlı yoldaşından rəy ala bilər. Doğrudur. Yoldaşından, müəllimdən, bir sözlə daha təcrübəli birindən rəy ala bilər.
İnsan məqsədinə çatması üçün idrak, emosional vəziyyəti, davranışları nəzarətdə saxlamağı bacarmalıdır. Bəli, hansı ki biz özünü tənzimləmə komponentində məhz bundan danışdıq. Özünü tənzimləmə komponenti bizə dedi ki, insan idrakını, emosional vəziyyətini, davranışını nəzarətdə saxlamalı, idarə etməlidir. Şagird xarakterində dəyişiklik etmək üçün müxtəlif həssas situasiyalarda davranışını izləyir. Yəni burada özünü monitorinq etmiş olur. Metakognitiv bacarıqla əlaqəlidir. Metakognitiv bacarıq şagirdlərdə formalaşdırılması, onların akademik nailiyyətinin yüksək olması ilə yanaşı, həm də sosial bacarıqların inkişafına da təsir etmiş olur. Bəli, müəllimlər, emosional tənzimləməni hansı ki biraz öncə izah verərkən bildirdim ki, gördüyümüz iş prosesi həmişə rahat, axıcı olmayacaqdır. Yəni biz bu zaman motivasiyadan düşməməli, daha əzmli olmalı, emosiyalarımızı idarə etmək bizdən tələb olunur və bu da bizim təbii ki şagirdlərin sosial həyatında da bu çox önəmlidir deyə bilərik. D variantı da doğrudur. Müəllim dərsin əvvəlində müxtəlif tipli tapşırıqlarla şagirdlərin diqqətini dərsə cəlb edib, onlarda özünü qiymətləndirmə bacarığını formalaşdıra bilər. Özünü qiymətləndirmə müəllimlər nə idi? Özünü qiymətləndirmə dedikdə şagird işin, öyrənmə keyfiyyəti haqqında mühakimə yürüdür. Yəni şagird etibarlı meyarlar əsasında fikir yürüdərək mühakimə bacarığını inkişaf etdirmiş olur. Nəticədə də şagird öz işini qiymətləndirmiş olur. Amma bizə deyil ki, situasiyada müxtəlif tipli tapşırıq verərək şagirdin diqqətini dərsə cəlb edir. Bu zaman uşaqlarda özünü qiymətləndirmə bacarığı formalaşmadı. Yəni biz uşaqlarda özünü qiymətləndirmə bacarığını formalaşdırmaq üçün hər hansı bir situasiyanı verib təhlil eləyəndə öz üstünlüyünü, çatışmazlığını müəyyən edə bilər. Uşaq burada rasional şəkildə düşünməsi, tənqidi düşünməsi, yəni gördüyü iş haqqında təbii ki bu uşaqda özünü qiymətləndirməyə yol aça bilər. Amma diqqət tapşırığı verərək özünü qiymətləndirmə bacarığını formalaşdırmağımız bu yanlış olacaqdır. Elə bizdən də yanlış fikri istəyirdi. Biz Y variantını seçə bilərik. Növbəti suala baxaq. Verilən variantların hansında şagirdlərdə metakognitiv bacarığın inkişafına ehtiyac olduğu görünür? Baxaq variantlara. Şagird imtahandan sonra səhvlərini təhlil eləyir və növbəti dəfə hansı mövzulara daha çox diqqət edəcəyini planlayır. Şagird bilir ki, nədə düzü var, nədə səhvi var və mən daha çox nəyə diqqət yetirməliyəm. Uşaq bunu dərk eləyirsə, deməli ki, metakognitiv bacarıq formalaşıbdır şagirddə. Dərsdən sonra hansı mövzunu yaxşı öyrəndiyini, hansına çətinlik çəkdiyini qeyd edir. Yenə də qeydini aparırsa şagird burada metakognitiv bacarıq formalaşıbdır. Şagird yeni mövzuya başlamazdan əvvəl məqsədini müəyyən edir, uyğun öyrənmə strategiyası seçir, özünü tənzimləmə komponentindədir şagird burada və metakognitiv bacarıqdan irəli gəlir. Şagird tapşırığı yerinə yetirərkən düşünmədən hazır cavabları köçürür. Baxın, düşünmə etmir, düşünmədən hazır cavabı köçürür və nəticəni qiymətləndirir. Şagird düşünərək özünü qiymətləndirməni aparmalıdır. Yəni hazır şəkildə kiminsə yazdığı tapşırığı mən öz dəftərimə köçürüm və nəticəni qiymətləndirim. Axı başqasının belə deyim, düşünmədən hazır cavabları köçürməyim bu metakognitiv bacarıqdan irəli gəlməyəcəkdir. Y variantına da baxaq. Müəllim şagirdin rəyinə əsasən öyrənmə üsulunu dəyişir, daha effektiv üsul tətbiq edir. Yəni uyğunlaşma strategiya burada işə düşmüş olur, doğrudur. Şagirdlərdə metakognitiv bacarığın inkişafına ehtiyac var D variantında. Yəni uşaq burada cavabları hazır şəkildə əldə edib nəticəni qiymətləndirməsi uşağın metakognitiv bacarığının olmamasından xəbər verir bizə. D variantıdır sualın cavabı. Bu qədər müəllimlər. Əgər dərslər haqqında daha ətraflı şəkildə məlumat almaq istəyirsinizsə 055 527 25 99 nömrəsinə yaza bilərsiniz və eyni zamanda da ödənişli, ödənişsiz şəkildə dərslərdən faydalanmaq üçün kanala abunə olmağı, bu videonu həmkarlarınızla paylaşmağı unutmursunuz. Eyni zamanda da Pəri Firud qızı Instagram səhifəsinə keçid edərək orada da sınaqlara baxa bilərsiniz. Sağ olun, salamat qalın.